Salam əziz izləyicilərim, kanalıma xoş gəlmisiniz. Bugünkü videomda Napolyon tortunun hazırlanma qaydasını sizinlə paylaşıram. Xəmiri 3 ərzaqla olan xırçıltılı, çox dadlı bir tort alınır. İndi keçək tortun hazırlanma qaydasına. Tort üçün ərzaq qabına 4 stəkan un tökmüşəm. 250 qram soyuducunun buzluğundan çıxartdığım kərə yağını una batırıb rəndənin iri gözündən keçirdirəm. Yağ bitənə qədər una batırıb rəndənin iri gözündən keçirdirəm. Yağı rəndələyəndən sonra undan bir yerdə biraz qarışdırıb qoyuram bir kənara. Başqa bir qaba 1 ədəd sındırdığım yumurtanı əlavə eləyirəm. Üzərinə yarım çay qaşığı duz, 1 xörək qaşığı üzüm sirkəsi, 180 ml də soyuq su əlavə eləyib bu ərzaqları da yaxşı-yaxşı qarışdırıram. Un qarışımının ortasında əlimlə biraz oyu qaçıram. Hazırladığım yumurtalı qarışımın hamısını qaba tökürəm. Əvvəlcə biraz qarışdırıram, sonra əlimlə qarışdırıb xəmir yoğururam. Xəmir üçün 200 ml stəkanla 4 stəkan un götürmüşdüm. Bu ölçüyə bəs elədi. Artıq un əlavə eləmədim. Xəmiri çox yoğurmaq lazım deyil, elə bir yerə yığıram. Daha rahat olması üçün un səpdiyim dəzgahın üstünə qoyub, xəmiri bir yerə yığıb uzunsov şəkil verirəm. Gözlətmirəm. Yoğurduğum xəmiri videoda göstərdiyim kimi əvvəlcə 2 yerə, sonra kəsdiyim hissələri də 3 yerə bölürəm. Kəsdiyim xəmir parçalarını videoda göstərdiyim kimi əlimlə biraz yuvarlayıb bir yerə yığıram. Hamısını yuvarlayıb un səpdiyim qaba yığıram. Üstün striclə örtüb soyuducunun buzluğunda bir 20 dəqiqə gözlədirəm. Bu arada bişmiş kremi hazırlayıram. Krem üçün qazana 1 xörək qaşığı un, 2 xörək qaşığı qarğıdalı nişastası, 1 paket şəkərli vanil, 4 dolu xörək qaşığı da şəkər tozu əlavə eləyib, bunları biraz qarışdırandan sonra götürdüyüm südün ümumi ölçüsündən biraz qazana töküb quru ərzaqları qarışdırıram. Qarışdırandan sonra qalan südü də əlavə eləyib, qaza qoyub, krem hazır olana qədər bişirirəm. Əlimi çəkmədən qarışdırıram. Artıq qatılaşıb qaynamağa başlayanda yenə əlimi çəkmirəm. Tam hazır olana qədər qarışdırıram. Gördüyünüz kimi göz-göz qaynamağa başlayır. Belə olduqda qarışdıraraq bir dəqiqədə bişirirəm ki, undan nişasta kremin içində yaxşı bişsin. Bu qaydada bişirəndən sonra qazı söndürüb ocaqdan götürürəm. Tez soyuması üçün başqa bir qaba tökürəm. Üstünü striclə örtürəm ki, soyuduqdan sonra üstü qaysaq tutmasın. Bişmiş krem soyuyana qədər tortun yuxalarını bişirirəm. Yuxaları yağlı kağızın üstündə yayıram. Kündənin altın üstün unlayandan sonra yayıb yayma açıram. Kündələr biraz donduğu üçün əvvəl biraz çətin olur, sonra çox rahatlıqla genişləndiyi qədər yayıb böyütmək olur. Yayandan sonra çəmbəri üstünə qoyub, üstündən sıxaraq dairəvi şəkildə kəsirəm. Kəsəndən sonra üstündə çəngəllə dişikləyirəm ki, bişəndə üstü çox qabarmasın. Onu da qeyd edeyim ki, istifadə elədiyim çəmbərin diametri 24 santimetrdir. Bu qaydada hazırlayıb 200 dərəcəlik sobada 8-10 dəqiqə üstü qızarana kimi bişirirəm. Qalan kündələrin hamısını eyni qaydada yayıb, kəsib, kündələrin hamısını yaydım, bişirdim. Belə gördüyünüz kimi yuxaların hamısı bişib, çox yaxşı bişib, çox gözəl qızarıb, çox gözəl korjlar alınıb. Kəsik hissələri də tortun üstünü, yanlarını bəzəmək üçün istifadə eləyəcəm.
Yuxaları da hazırlayıb qoyuram bir kənara, keçirəm kremi hazırlamağa. Krem üçün 200 qram yumşalmış kərə yağını mikserlə yaxşı-yaxşı qarışdırıram. Tam ağarana kimi mikserlə yaxşı-yaxşı çırpıram. Ağarandan sonra üzərinə soyumuş kremdən qaşıqla əlavə eləyib qarışdırıram. Bişmiş krem bitənə qədər qaşıqla əlavə eləyib kremi hazırlayıram. Bişmiş kremin hamısını qarışdırandan sonra 150 qram da qatlaşmış süd əlavə eləyirəm, yəni malako. Onu da mikserlə qarışdırıram, kremi hazırlayıram. Belə gördüyünüz kimi kremim də artıq hazırdır. Plomber dadında çox gözəl bir krem alındı. Kremi bu qaydada hazırlayıb qoyuram soyuducuya. Keçirəm tortu yığmağa. Yuxaları bir-bir qoyub, üstünə krem əlavə eləyib, hər yerinə yayıram. Tortun kremi yetərincədir, ona görə kremlə bol-bol yuxanın üstünə qoyub, üstünə yayıram. Yuxaların hamısını bir-bir üst-üstə yığıb, arasına krem çəkirəm. Tort üçün istifadə elədiyim ərzaqların ölçülərini videomun açıqlama bölümündə də qeyd eləmişəm. Oradan da baxa bilərsiniz. Yuxaların hamısını kremləyib üst-üstə düzdüm. Sonuncu yuxanı qoyandan sonra üstünə bir ağırlıq qoyub, üstündən az sıxıram ki, yuxaların arasında çox boşluq qalmasın. Bu qaydada hazırlayandan sonra qalan kremlə tortun üstünə, yanlarına bol-bol krem çəkirəm. Yuxaların yan hissələrində olan kəsik hissələri də belə gördüyünüz kimi əlimlə qırıqlayıb ovuntu halına gətirirəm. Hamısını əlimlə qırıqlayıram. Qırıqlardan tortun üstünə əlavə eləyirəm hər yerinə, bir də tortun yan hissələrini bəzəyirəm. Tortu bu qaydada hazırlayıram. Çox gözəl tort alınır. Napolyon tortunu hazırlayıb, axşamdan səhərə əgər qalarsa daha yaxşı olar. Yuxalar biraz yumşalar. Amma bir 3-4 saatdan sonra da kəsmək olar. Bu qaydada hazırlayanda tort xırçıltılı olur. Mən çox gözlətmədim. Kəsib necə olduğunu sizə göstərmək istəyirəm. Bol kremli, xırçıltılı, çox dadlı bir tort alınıb. Napolyon tortunu xırt-xırtlı sevənlər bu reseptlə çox rahatlıqla hazırlaya bilər. Siz də hazırlayın, əminəm çox xoşunuza gələcək. Hazırlayacaq olan hər kəsə öncədən nuş olsun deyirəm. Əgər bu videomda sizin üçün faydalı oldusa, izlədikdən sonra bəyənməyi, dostlarınızla paylaşmağı, şərh bölümündə öz fikirlərinizi mənimlə bölüşməyi unutmayın. Sağ olun, yeni videolarda görüşənədək.